Əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov kiberpolis tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Zaur Teymurxanov sosial şəbəkələrdə müxtəlif istifadəçilərin profil şəkillərini əldə edərək onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq güya bank kampaniyalarının keçirildiyini, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı barədə mesajlar göndərərək onların kart məlumatlarını əldə edib. Zərər çəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş OTP təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Zaur Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətinin müəyyən edilməməsi üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib. Araşdırmalarla Zaur Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub. Faktla bağlı baş idarədə cinayət işi başlanılıb. Zaur Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.